maraqlı bir material var. Zbigniew Brzezinski'nin 1997-ci ildə yazdığı, demək olar ki, əfsanəvi böyük şahmat taxtası. Soyuq müharibə bitib, Sovyet İttifaqı dağılıb və bütün dünya, yəni nəfəsini tutub soruşur, bəs indi nə olacaq? Brzezinski məhz bu suala cavab verməyə çalışır. Bizim missiyamız isə bu mürəkkəb geostrateji oyunu anlamaqdır. Bu şahmat taxtası haradadır, figurlar kimlərdir və ən əsası oyunun qaydaları nədən ibarətdir? Bəli, bu sadəcə bir kitab deyil. Bu 90-cı illərin sonunda Amerikanın dünyaya baxışının, belə deyək, bir növ manifestidir. Brzezinskinin əsas arqumenti çox cəsarətlidir. Tarixdə ilk dəfə Avrasiya qitəsindən kənar bir dövlət, yəni ABŞ, bütün dünyanın tək və sözsüz liderinə çevrilib. Bugünkü söhbətimizdə biz məhz bu yeni reallığın dərinliyinə inəcəyik. Bu hegemonluq necə qurulub və Brzezinskiyə görə Amerika öz liderliyini qorumaq üçün bu nəhəng şahmat taxtasında hansı gedişlər etməlidir? Mənə həmişə düşündürən bir sual var. ABŞ necə oldu ki, cəmi bir əsr ərzində dünyanı idarə edən bir gücə çevrildi? Roma imperiyasının qurulması əsrlər çəkdi. Britaniya imperiyası da elə. Mənbə bu inanılmaz sürətli yüksəlişi necə izah edir? Çox doğru sualdır. Kitabda vurğulanan əsas məqam budur ki, bu, həqiqətən də qeyri-adi dərəcədə sürətli bir proses olub. Brzezinski başlanğıc nöqtəsi kimi 1898-ci il İspan-Amerika müharibəsini götürür. Bu, ilk baxışdan kiçik bir müharibə kimi görünə bilər, amma ABŞ-ı ilk dəfə öz qitəsindən kənara, Sakit okeana, hətta